Marneuli Belediyəsinin 2026-cı il büdcəsi 97 milyon 882 min 534 lari olaraq təsdiqlənib. Büdcənin ən böyük hissəsi 39 milyon 254 min lari infrastrukturun inkişafına yönəldiləcək. Təhsil sahəsinə 14 milyon 405 min, mədəniyyət, din, gənclər və idmana 11 milyon 876 min, təmizlik və ətraf mühitin mühafizəsinə 6 milyon 869 min, əhalinin sağlamlığı və sosial təminata 4 milyon 422 min, idarə etmə və ümumi xərclərə isə 21 milyon 54 min lari ayrılıb. Son günlərdə Gürcüstandan 87 xarici ölkə vətəndaşı deportasiya edilib. Deportasiya olunanlar arasında Türkiyə, Çin, Hindistan, Azərbaycan, İran, Rusiya və digər ölkələrin vətəndaşları var. Qanunvericiliyə əsasən həmin şəxslərə Gürcüstana giriş qadağası tətbiq olunub. Batumi şəhərində 3 nəfər Türkiyə vətəndaşı saxlanılıb. Onlar Türkiyə vətəndaşını döyərək hədələyib. Mobil telefonunu və şəxsiyyət vəsiqəsini əlindən alıblar. Şübhəlilər zərər çəkmişi öz adlarına bank hesabı açmağa məcbur edib və onun sərbəst hərəkətini məhdudlaşdırıblar. Faktla bağlı istintaq aparılır. Gürcüstan Milli Bankı 27 yanvar üçün yeni rəsmi valyuta məzənələrini açıqlayıb. Məlumata görə 1 dollar 2 lari 69 tetri, 1 avro isə 3 lari 15 tetri təşkil edir.